Herkese selam, kanalıma ve videoma hoş gelmişsiniz. Bu yine sizinle beraber bu iki tane sermamda sizce neler var onları sizinle bölüşeceğim. Bu balacasıdır. Belə stikerler falan yaptırmışım. Bu ise böyüsüdür. İkisi de 3 sermadır. Ve başlayalım o zaman ilk önce bu sermadan. Gelin bunu belə bir çıxardaq. Yəni Hasan çıxardır. Deməli, başlayaq ilk sermadan. İlk sermada hamısını aldıqlarımın qiymətlərini də deyə bilərəm. Əgər yadımda qalıbsa, hardan almışam, onları da falan deyəcəm. Kim alıbdı mənə, onları da deyərəm. Deməli dostlar, bu buruşkaları bunu anam mənə əvvəl almışdı. Hardasa 1-2 il falan bundan qabaq almışdı. Bunları hələ də saxlayıram. Belə bir buruşkalar. Sonra bu ve bu. Bu koladır. Bu ise Pepsi neydi? Koladır. Bu ise pizzadır. Bunun aslında 2 tane var idi. Birini itirmişim. Ama bu üçünü bir yerde 1 manat almıştım. Bu arada bunlar üçünü de bir yerde Oba Market'ten almıştım. Sonra böyle bir hamıda viral olan, evvel viral olan, hamıda olan bir ulduzlu buruşkalar. Deməli dostlarım, bunları mən sədərədən almışdım. Əslində bunların baxın üzləri qopur, gördüyünüz kimi. Belə bir rəng, belə bir səhrai rəng, belə bir ağ rəng, belə bir yaşılın açıq tonları falan belə bir şey. Belə bənövşə rəng və bu əslində narıncı rəngi idi. Baxın, soyulubdu. Belə. Sonra dostlar, bunları da Oba Market'ten almışam və üçünü də 1 manat almışam. Deməli dostlar, bunların üçünü mən Oba Market'ten almışam və üçünü də 1 manat almışam. Və sonra bunu mənə sinirdaşım veribdi. Bunu da uşaq vaxtından bilmirəm, əmim qızı vermişdi buna deyəsən. Sonra belə bir balaca buruşkalardır. Bunları mən Şamaxınkadan nə alsam 1 manat mağazadan almıştım. Əslində bunlar çox idi, amma itirmişəm mən. Buruşka olduğu üçün tüklər var. Sonra deməli dostlar, sonra belə bir 3 dənə buruşka. Bunu da mənə dostum hədiyyə etmişdi. Bunlar da mənə dostum hədiyyə edibdi. Sonra demək olar ki, buradakilərin hamısını artıq dostum falan hədiyyə edibdi. Bunu anam, bunu dostum, bunu da dostum. Bu mənim idi. Bunlara indi qiymətləri falan yadımdan çıxıbdı. Deməli dostlar, bunu da mən dostum hədiyyə etmişdi. Bunu anam, bunu da dostum. Bu qədər. Keçirik ikinci sermaya. Belə, burada isə qolbaqlarım var. Deməli, birinci qolbağımız, bunu mənə anam hədiyyə edibdi. Bunu mən özüm almışam. Səfər eləmirəmsə bunu 1 manata falan almışdım. Bunu da yine özüm almışam. Bunu mənə dostum hədiyyə edibdi. Belə. Bunu da dostum hədiyyə edibdi. Bunu da yine dostum hədiyyə edibdi. Belə Pandora falan, Pandoralı qolbaq. Bunu da dostum hədiyyə edib. Bu arada bu kalpin yarısı dostumda. Bunu da dostum hədiyyə edibdi. Hamısını dostum hədiyyə edib. Bunu da dostum hədiyyə edibdi. Bunu dostumla bir yerdə düzəltmişik. Bunu anam almıştı ama qaralıb. Bunları özüm düzəltmişəm. Bunu da özüm düzəltmişəm. Bunu da özüm düzəltmişəm. Bunu da özüm düzəltmişəm. Bunu da özüm düzəltmişəm. Və bunu dostum hədiyyə etdi. Çox qəşəngdir. Bunu isə əmim qız hədiyyə etdi. Deməli, bu isə 3-cü sermamızdır. Baxaq görək burada nə var. Burada isə dostlar, üzüklərim və seflərim var. Gəlin sizlərə bir göstərim. Bunu mən dostuma hədiyyə etmişəm. Friend mənimdir, besti isə dostumundur. Bunu isə dostum mənə hədiyyə edibdir belə. İçərisinə bir şey qoyursan. Sonra bunu da dostum hədiyyə edibdir belə fil. Sonra bunu özüm almışam. Belə. İndi ən son barmağımda göstərəcəm. Bu kukuruzdan çıxmışdı. Bunu mənə 2 il bundan qabaq xalam almışdı, amma bu qopubdu. Bunu anam vermişti. Sonra dostlar, bunu mənə dostum hədiyyə etmişdi. Bunu da
Bu isə dostum düzəltmişdi, amma yaman cinin qalıb. Deməli dostlar, bunu da mənə dostum hədiyyə etmişdi. Daha doğrusu o mənim idi. İndi yada düşdü. Sonra keçirik. Bunu mən özüm düzəltmişəm dostlar. Necədir? Bunu özüm düzəltmişəm dostlar. Necədir? Yorumlarda yazın. Sonra bunu mənə dostum düzəldib hədiyyə etmişdi. Bunu düzəldibdi. Deməli, bunu da bacım mənə hədiyyə etmişdi. Sonra bunu da mənə bacım hədiyyə edibdi. Bu isə bacım mənə hədiyyə etmişdi. Fark etdim, 2 dəfə demişəm. Bunu da anam mənə hədiyyə edibdi. Bu bitti. İndi isə keçirik bu birinə. Bu minnoşu da qoydum bura və ikisi ilə belə davam edirik videomuza. Deməli dostlar, ilk servamız. Burada rezinlərimiz var. Bu nə əlaqə? Deməli dostlar, bu rezin özümündür. Yəni özüm almışam. Bunu mənə dostum hədiyyə etmişdi. Belə 5 dənə mini rezin və yerdə qalanlar da hamısı mənimdir. Sonra bu da bitti və keçirik ikinci sermaya. Ay, niyə açmadım? Bir dəqiqə. Ha. Sonra burada isə şu sırğalarım var hamısı. İndi göstərəcəm. Birinci belə bir sırğa, sonra sarı bir sırğa, belə bir sırğa. O sırğanın mavi rəngindən, yenə o sırğanın qırmızı rəngindən, belə bir qara və yaşıl kalpli sırğa. Dostlar, maalesef bunların tayını itirmişəm deyə göstərə bilmədim, amma tapsam göstərəcəm.